Salam, hər vaxtınız xeyir olsun. Maliyyə bazarı fənnində sizləri salamlayıram. Bugünkü mövzumuz valyuta bazarı və plana uyğun olaraq 4 sualı müzakirə edəcəyik. Valyuta bazarı, onun funksiyaları və xüsusiyyətləri, valyuta bazarının obyektləri və subyektləri, valyuta bazarının infrastrukturu və valyuta bazarında əməliyyatlar. Birinci sualımız valyuta bazarı. Onun funksiyaları və xüsusiyyətləri. Valyuta bazarı deyəndə valyuta ilə alqı-satqı əməliyyatlarının məcmusu başa düşülür. İnstitusional nöqteyi nəzərdən valyuta bazarı valyuta əməliyyatlarını həyata keçirən institusional iştirakçıların məcmusunu ifadə edir. Təşkilati texniki nöqteyi nəzərdən isə valyuta bazarı dedikdə valyuta bazarının iştirakçılarının öz aralarındakı əlaqədə olan kommunikasiya sistemlərinin məcmusu başa düşülür. Valyuta bazarı dedikdə valyuta və valyuta dəyərlərinin alqı-satqısı həyata keçirilən rəsmi mərkəz nəzərdə tutulur. Bir valyutanın digər valyutaya mübadiləsi həyata keçirilən valyuta bazarının fəaliyyətinin mövcudluğunun zəruriliyi beynəlxalq hesablaşmalarda vahid ödəniş vasitəsinin olmaması üzərinə irəli gəlir. Valyuta bazarının funksiyalarına aiddir. Birincisi, beynəlxalq hesablaşmaların vaxtında həyata keçirilməsini təmin edilməsi. İkinci funksiyası, valyuta risklərinin sığortalanması. Üçüncü funksiyası, valyuta ehtiyatlarının diversifikasiyası. Dördüncü funksiyası, milli valyutanın sabitliyinin qorunub saxlanması. Və beşinci funksiyası isə valyuta əməliyyatlarından mənfəət əldə edilməsi. İlk funksiyası valyuta risklərinin sığortalanması dedikdə, valyuta əməliyyatları həyata keçirilərkən valyuta riskini aşağı salmağa yönəldilən tədbirlər başa düşülür. Valyuta riski, valyuta məzənnəsinin enib qalxmasından irəli gələn itkilərin riskidir. Valyuta ehtiyatlarının diversifikasiyası dedikdə, onların yalnız bir valyutada saxlanması deyil, bir neçə valyutada saxlanması və bununla da riskin azaldılması məqsədi ilə valyuta dəstinin dəyişdirilməsi başa düşülür. Milli valyutanın sabitliyinin qorunması məqsədi ilə Mərkəzi Bank valyuta müdaxiləsi həyata keçirir və onun vasitəsilə də kəskin artım və azalmaları yumşaldır və mübadilə məzənnəsinin hərəkətinə də nəzarəti həyata keçirir. Pul kredit siyasətinə təsir dərəcəsinə görə valyuta intervensiyasının aşağıdakı növləri fərqləndirilir. Birincisi, sterilizə edilmiş intervensiya, ikinci, qeyri-sterilizə edilmiş intervensiya. Sterilizə edilmiş valyuta intervensiyası pul kredit siyasətinə, o cümlədən də tədavüldə pul kütləsinin həcminin və ya faiz dərəcəsinin dəyişilməsinə əsaslı təsir göstərmir. Daha mürəkkəb və geniş tətbiq edilən qeyri-sterilizə edilmiş valyuta intervensiyasıdır. Valyuta bazarında tələb və təklifin elə dəyişməsinə səbəb olur ki, bu da pul kredit siyasətində əsaslı dəyişikliklərə gətirib çıxarır. Valyuta məzənnəsindən mənfəət müştəqil valyuta əməliyyatı həyata keçirildikdə əldə edilir. Növbəti sualımız valyuta bazarının obyekt və subyektləridir. Valyuta bazarında alqı-satqı obyekti valyuta qiymətliləridir. Geniş mənada valyuta dedikdə beynəlxalq hesablaşmalarda iştirak edən pul başa düşülür. Milli valyutadan əlavə kollektiv valyuta adlanan valyutalar da mövcuddur ki, onun da emitenti beynəlxalq iqtisadi təşkilatlardır. Kollektiv valyutalara misal olaraq SDR, Avro və digər valyutaları qeyd edə bilərəm. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində milli və xarici valyutaların müəyyənliyi verilir. Və orada qeyd olunduğu kimi, valyuta tənzimi haqqında Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli qanununa uyğun olaraq xarici valyuta
müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları, həmçinin də xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və hesablaşma vahidlərində hesablarda olan vəsaitlər aid edilir. Azərbaycan Respublikasının milli valutası tədavüldə olan, eləcə də tədavüldən çıxarılmış, lakin tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən, Azərbaycan Respublikası Mərkəzi Bankının buraxdığı kağız və metal pul nişanları, həmçinin Azərbaycan Respublikasında banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaitləri və Azərbaycan Respublikasından kənarda yerləşən banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaitləri aid edilir. Və beləliklə qanunda Azərbaycan Respublikasının valutası, yəni ki, milli valuta M2 aqreqatının tərkibinə daxil olan aktivlər qəbul edilir və bu da makroiqtisadi səviyyədə pul kütləsinin əsas göstəricisi kimi qəbul olunur və beynəlxalq statistik müqayisə üçün də istifadə edilir. Və göstərdiyim qanuna əsasən valyuta sərvətləri dedikdə xarici valyuta və xarici qiymətli kağızlar nəzərdə tutulur. Xarici qiymətli kağızlar dedikdə xarici emitentlər tərəfindən buraxılan və xarici valyutada nominallaşdırılmış qiymətli kağızlar, yəni ödəniş vasitələri, fond sərvətləri və digər ödəniş vasitələri başa düşülür. Valyuta bazarı iştirakçılarının təsnifatının bir sıra prinsipləri var. Bu təsnifatı bir neçə qrup üzrə təsnifləşdirəcəm. Statusuna görə aşağıdakılar fərqləndirilir. Fərdi iştirakçılar və institusional iştirakçılar. Fərdi iştirakçılar bunlar valyuta bazarında əməliyyat aparan fiziki şəxslərdir. İnstitusional iştirakçılar isə valyuta bazarında əməliyyat aparan hüquqi şəxslərdir. İkinci təsnifləşmə bu bağlaşmanın tərəflərinə görədir. Burada valyutanın alıcıları və valyutanın satıcıları çıxış edirlər. Bu halda digər pul bazarında olduğu kimi valyuta bazarında da peşəkar vasitəçi qismində brokerlər və dilerlər çıxış edirlər. Brokerlər müştərinin adından və onun vəsaiti hesabına çıxış edir. Brokerlər fərdi və institusional bazar iştirakçıları ola bilərlər. Dilerlər isə öz adından və öz hesabına çıxış edirlər. Mahiyyətcə onlar əməliyyatın, yəni valyutanın alverçiləridir. Diler kimi yalnız bazarın institusional iştirakçıları çıxış edə bilərlər. Digər təsnifləşmə, valyuta bazarı iştirakçılarının fəaliyyəti valyuta riskinə görə aşağıdakı kimi fərqləndirilir. Burada sahibkarlar mövcuddur, yəni kapital sahibləri, investorlar, bunlar valyuta sərvətlərinin sahibləri və peşəkar vasitəçilərdir, alverçilər, bunlara dilerlər aiddir və oyunçular, yəni ki, istənilən riski edən valyuta bazarı iştirakçıları. Və sonuncu təsnifləşdirmə isə məqsədlərinə görə olan təsnifləşmədir. Burada pasiv iştirakçılar mövcuddur və aktiv iştirakçılar. Valyuta bazarının pasiv iştirakçıları deyəndə onlarda valyuta əməliyyatları aparmaq zəruriyyəti daimi olmur, zamandan zamana yaranır. Və bu halda onlar valyuta əməliyyatlarını müstəqil olaraq və ya peşəkar vasitəçilər vasitəsilə aparırlar. Valyuta bazarının aktiv iştirakçıları isə market makerlərdir, yəni bazarın yaradıcıları. Market maker dedikdə alışın qiymətini və satışın qiymətini onlara kotirovka üzrə müraciət edən banklara elan edən və bu məqsədlə bağlaşmanı özü aparan iştirakçı başa düşülür. Valyuta bazarının təşkilatı strukturu dedikdə isə onun iştirakçılarının məcmusu başa düşülür.
Market makerin fəaliyyəti sayəsində valyuta bazarında həmişə valyutanı alıb satmaq istəyən olur və market makerlər valyutanı bir qiymətə alır və başqa qiymətə satır. Əgər alışın həcmi satışın həcmi ilə üst-üstə düşərsə, market makerlər mənfəət götürür və risk daşımırlar. Risk o halda yaranır ki, market maker açıq mövqedə olsun. Qısa mövqe o deməkdir ki, qısa və yaxud da uzun mövqedə olsunlar. Qısa mövqe o deməkdir ki, market maker həmin valyutanı satdığından çox alır. Əksinə uzun mövqe o deməkdir ki, market maker həmin valyutanı aldığından çox satır. Və riski azaltmaq üçün market maker mövqeyini balanslaşdırmağa borcludur. Yəni alış və satışın həcmini bərabərləşdirməlidir. Bu da alış və satış qiyməti ilə manipulyasiya etməyi tələb edir. İndi isə üçüncü sualımıza keçək. Üçüncü sualımız valyuta bazarının infrastrukturu. Valyuta bazarının infrastrukturu özünə aşağıdakıları daxil edir. İlk birja ticarət sistemi, birjadan kənar ticarət sistemi, hesab ticarət sistemini və informasiya agentliyi və şəbəkələrini özünə daxil edir. İndi hər bir strukturun tərkibində olan tərkib hissələrini bir-bir sizinlə müzakirə edəcəyik. Birincisi birja ticarət sistemidir. Burada birjada, valyuta bazarında ticarət müvafiq birjalar vasitəsilə aparılır və bu halda birja xüsusi ixtisaslaşdırılmış ticarət meydançası kimi çıxış edir. Birja təşkilatı qaydada rəsmiləşdirilən və müntəzəm olaraq fəaliyyət göstərən bir bazardır. Birja bazar iqtisadiyyatının klassik təsisatıdır və birja ticarətinin təşkili və tənzimlənməsi yolu ilə malların topdan satış bazarını formalaşdırmış olur. Birjadakı əmtəə növlərinə əsasən əmtəə növlərinə görə aşağıdakı birja növləri fərqləndirilir. Valyuta birjası, əmtəə birjası, fond birjası və s. Çox hallarda valyuta birjaları qeyri-kommersiya təşkilatlarıdır. Əsas məqsədi isə mənfəət əldə etmək deyil, valyuta ticarətini təşkil etməkdən ibarətdir. Birjada ikinci tərkib hissə təşkilatı strukturda, bu birjadan kənar ticarət sistemidir. Bura banklar arası və müştəri valyuta bazarlarını əhatə edir. Banklar arası valyuta bazarında əməliyyatlar birbaşa müvafiq banklar arasında həyata keçirilir. Müştəri valyuta bazarında isə əməliyyatlar müvafiq banklar ilə müştəri arasında baş tutur. Müvafiq bank dedikdə biz valyuta əməliyyatı aparmaq üçün lisenziya almış bankları nəzərdə tuturuq. Valyuta ticarəti ilə iki paralel sistemin mövcudluğu daxili valyuta bazarının daha yaxşı fəaliyyətinə də yardım etmiş olur. Birjadan kənar bazar öz təbiətinə görə də mütəşəkkildir. Çünki dəqiq formalaşmış qaydalara əsasən fəaliyyət göstərir. Təşkilatı strukturun tərkibində üçüncü hissə məhz hesab ticarət sistemidir. Valyutaların alqı-satqısı üçün şərait yaradır. Valyuta bazarının iştirakçıları arasında hesablaşmaların dəqiq və operativ təşkilini təmin edir. Bütün valyuta birjaları birja sazişləri üzrə hesablaşmaların tərəfi kimi çıxış edir və ödənişin mümkün ləngiməsi və ya imtinası ilə əlaqədar bütün riskləri də öz üzərinə götürür. Birja qaydalarına uyğun olaraq saziş bağlandıqdan sonra ticarətin hər bir iştirakçısı birjadan ticarətin digər iştirakçılarının öz öhdəliklərini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq əmələ gələn öhdəlik üzrə vaxtında və lazımi hesablaşmanı tələb etmək hüququna malik olur. Öz növbəsində birja borclulardan öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Və təşkilatı strukturda sonuncu yer informasiya agentliyi və şəbəkəsinə məxsusdur. Valyuta bazarının informasiya təminatını həyata keçirir, birja bülletenini nəşr edir, analitik icmallar tərtib edir və s. Və sonuncu sualımız bu mövzuda valyuta bazarında
həyata keçirilən əməliyyatlar. Valyuta əməliyyatları valyutanın bir ölkənin valyutasından başqa ölkənin valyutasına dəyişdirilməsi prosesidir. Və Azərbaycan Respublikası valyuta tənzimi haqqında 21 oktyabr 1994-cü il tarixli qanuna əsasən valyuta əməliyyatları aşağıdakıları əhatə eləyir. Valyuta dəyərlərinin mülkiyyət hüququnun və digər hüquqların keçməsi ilə bağlı olan əməliyyatlar, Azərbaycana valyuta dəyərlərinin idxalı və ixracı və beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi və qanunvericiliyə görə rezidentlər valyuta əməliyyatlarını müəyyən şərtlərlə həyata keçirə bilərlər. Rezidentlərin xarici valyuta əməliyyatları üzrə heç bir məhdudiyyəti yoxdur. Kapital qoyuşları ilə bağlı əməliyyatlar Mərkəzi Bankın müəyyən etdiyi qaydalarla aparılır və rezidentlər xarici valyutalarını ölkəyə gətirmək, aparmaq və bu əməliyyatları təsdiq edilmiş prosedurlara uyğun etmək hüququna malikdirlər. Valyuta əməliyyatlarının növləri bu valyuta vasitələrinin köçürülməsi ilə bağlı olan əməliyyatlardır. Bank köçürmələri, kart əməliyyatları, çeklər və s. Kapital artırılması məqsədi ilə həyata keçirilən valyuta əməliyyatları, bunlara biz depozitlər, kreditlər, kommersiya kreditlər və digər bank kredit məhsullarını aid edə bilərik. Müqavilə əməliyyatları mövcuddur. Bunlara spot, forward, swap, arbitraj, valyuta opsiyonları və digərlərini aid etmək olar. Bu əməliyyatlar valyutanın gələcəkdə dəyişdirilməsi və risklərin idarə edilməsi üçün istifadə olunur. Kapitalın qorunması məqsədi ilə əməliyyatlar isə valyuta riskinin azaldılması üçün müxtəlif maliyyə vasitələri və strategiyalarıdır. Qeyd etdiyim müqavilə əməliyyatlarından bir neçəsini indi izahını vermək istəyirəm. Spot əməliyyatlar bu dərhal valyutanın dəyişdirilməsi deməkdir. Forward əməliyyatlar müəyyən gələcək tarix üçün valyutanın kursunun əvvəlcədən razılaşdırılmasıdır. Swap əməliyyatlar iki valyutanın mübadiləsi və sonra geri dəyişdirilməsidir. Arbitraj valyuta bazarında mənfəət əldə etmək üçün alqı-satqı əməliyyatlarıdır. Futures valyutanın gələcəkdə müəyyən qiymətə alınması və satılması üçün müqavilələrdir. Valyuta riskinin sığortalanması yaxud da ki hedging valyuta məzənnəsinin qeyri-sabitliyindən doğan risklərin azaldılması üçün həyata keçirilən tədbirlərdir. Ümumilikdə, valyuta bazarında əməliyyatlar müxtəlif növlərə ayrılır və Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Rezident və qeyri-rezident şəxslər valyuta əməliyyatlarını müəyyən qaydalara uyğun həyata keçirir, bank və digər maliyyə qurumları isə bu əməliyyatlarda vasitəçilik edirlər. Valyuta bazarı ölkələrin iqtisadi gücünün səssiz danışdığı bir məkandır. Burada sözləri deyil, rəqəmləri dinləmək lazımdır. Növbəti görüşlərədək.